Salam dostlar, bugün size buranı tanıyanlar tanıyır, tanımayanlar üçün də göstərirəm. Məhəmmədin Kuruğudur. Görürsünüz, bu 185 nömrəli marşrut gedir Neftçilərə. Və mən dediyim evdə bu qabaqdadır. Göstərəcəm sizə. Buradan da neçə ədəd marşrutlar keçir. Fərqli 217 keçəni var. Baxın, 217 Koroğluya gedir. Amma o ağ gördüyünüz maşın, avtobus. O ağ gördüyünüz avtobus gedir Neftçilərə. İndi burada evi sizə göstərəcəm, təqdim edəcəm. Baxın, yola nə qədər yaxındır, nətərdir. Bircə dəqiqə. Hal-hazırda mən üçün qırmızı işıq yanır. Çox gözəl yerdə dostlar. Paket kupçalı evdir. 3 sot torpağın içində. Video sona qədər baxın. Bütün məlumatları deyəcəm. Aha. Baxın dostlar, bura Kuruğudur. Məhəmmədin Kuruğu. Baba, buradan Kuruğu keçirik. Bura Kuruğudur, gördünüz. Kuruğu keçdik. Gəlirik Məhəmmədin binaların yanına. Baxın dostlar. Deməli, burada çox şeylər var. Hamısını sizə bir-bir izah eləyəcəm. Baxın. Bax, gedirik. Bax, binaların qutaracağı. Baxın, dostlar. Bura stansiyadır. Məhəmmədi stansiyası. Baxın, yaxınlaşdırın, baxın. Baxın, stansiyadır. Buradan 28'ə şəhərə, yəni dəmir yolu vağzalı hara gedirsə, buradan getmək olur. Evi sol tərəfdədir. Buranı göstərməkdən ötəri gəldim bura. İndi evi göstərəcəm sizə. Deməli dostlar, baxın. Bu yolun üstüdür də. Bu yolun üstüdür. Baxın, buradan körpüyə gedir. Məktəb yoludur. Bax, bu tərəf göstərdiyim istiqamət məktəb yoludur. Ora məktəb yoludur. Bax, bu binaları çıxırıq buradan. Göstərəcəm sizə hamısını. Baxın. Bax, gördünüz binaları. Məhəmmədi Kuruğu da oradadır. Döndük bura. İndi gedək evi göstərim sizə. Bax, bu yoldan dostlar. Bax, həmin bu yoldan. Bu yoldan marşrut keçir. 185 nömrəli marşrutdur. İndi gelirik düz evin yanına. Yollarda görürsünüz də, yəni asfalt deyil, amma təmiz yoldur. Qar yaxsın, nə bilim, nə olur olsun, burada su qalmır. Gedək evin yanına, sizə göstərim. Və ətraf damısı yaşayış yerləridir. Ətraf burada sudur, işıqdır, qazdır, daimidir, kəsilmək söhbəti yoxdur ümumiyyətlə burada. Su kəsilsin, qaz kəsilsin. Baxın dostlar, gəldik, çatdıq evə. Bu yaşıl hasardır. Göstərəcəm sizə indi hamısını, baxın. Dostlar, evi də göstərim sizə. Baxın dostlar, bu evdir. Bu evdir. Baxın, 3 sot torpağın içindədir. 3 sot torpağın içindədir. Dediyim kimi, paket kupçadır. 6 qaraj və köməkçi otaqlardan ibarətdir. Betonu, kəməri, hər bir şey var. Kolonla tikilən evdir dostlar. Baxın, bura qaraj hissəsidir. Qarajından da köməkçi otaqları keçmək olur. Evin həyətini göstərim sizə. Görürsünüz, solunda, sağında əkin əkmək üçün yer saxlanılıb. 3 sot torpaqdır da dostlar. Siz bu həyətdə manqalxana da yarada bilərsiniz. Bisetka da yarada bilərsiniz. Hər bir şey yarada bilərsiniz. Və buradan da göstərim evin ətrafını. Baxın, binalar da burada. Gördünüz də, yolla arası ən azı bir 50-60 metrdir. Keçək evə. Baxın dostlar, bu evin geniş koridorudur. Niyə geniş deyirəm? Bax, gördüyünüz kimi hammam, tualet ayrı-ayrılıqdadır. Şkaf yığmaq istəsəz, məsələn, bax, burada bu boyda yer saxlanılır. Baxın, yer saxlanılır.
Burada bir yataq otağıdır. Burada ikinci yataq otağıdır. Hamam tualeti gösterdim ayrı-ayrılıqda. Bura mətbəxdir. Keçir zalda göstərim sizə. Baxın dostlar. Burada evin zalıdır. Zalın təkcə uzunluğu 7 metrdir. Təkcə zal 7 metrdir uzunluğu dostlar. Böyük evdir. Deməli dostlar, ev haqqında bir də məlumat verim sizə. Bura zal idi. Ev 3 sot torpağın içindədir. Paket kupçadır. 6 qaraj və köməkçi otaqlardan ibarətdir. 3 otaqdır. Qiyməti 97.000 manatdır. Burada bir yataq otağı, burada bir yataq otağı. Burada mətbəx. Dostlar 97.000 manata Məhəmmədlidə paket kupçalı evdir. Nağdalıcı ola bilsin ki, indirim olundu. Sağ olun dostlar.